Azərbaycanda böyük faciə baş verir ki, bunun qarşısını ala bilmirlər. Liyentilər aşkarlamışam. Nəyimdənsə istifadə edib işi qazanmamışam. Peşəkar mütəxəssis axtarmırlar. Şirkətlərin nüfuzu aşağı düşür. Nə istədiklərini bilmirlər. Mənə dedi ki, sən aytişnik ola bilmərsən. Dedim, bəs birdən olsam, gələrsən, alnıma tüpürərsən. Sizi tanıyaq. Mən Səkinə İlqar qızı, IT ekspert və eyni anda marketinq üzrə mütəxəssisəm. IT sahəsinə marağınız necə yarandı? Təxmini olaraq 7 ilə yaxındır, 8 ildir ki, bu sahədəyəm və universiteti bitirdiyim gündən etibarən bu sahədə özümü inkişaf etdirmişəm. Marketinq sahəsində artıq illərdir iş problemi olduğuna görə marketinq sahəsində freelancer olaraq, yəni sərbəst olaraq fəaliyyət göstərirəm və bu ən çox da mənə marketinq sahəsində çalışmağım, marketoloq olmağım, mənim IT üzrə biliklərim, informasiya texnologiyaları üzrə biliklərim mənə çox dəstək olur və kömək olur. Bildirdiyim kimi bu sahələr bir-birlərinə çox yaxın sahələrdir və bir-birlərindən çox asılı olan sahələrdir. IT və marketinq biliklərinin birləşdirilməsi sizə hansı üstünlüklər verir? IT və marketinq biliklərinin birləşdirilməsi mənə heç bir üstünlük vermir. Mənə daha da deyərdim ki, mənfi cəhətlər verir ki, bu müdirlər üçün sərf edir və layihə rəhbərləri üçün sərf edir ki, bir mütəxəssis götürərək bir neçə iş gördürür. İndiyə qədər həyata keçirdiyiniz ən uğurlu layihə varmı? Uğurlu layihələrim çoxdur, uğursuz da çoxdur. Uğursuzluqların da səbəbinin 50%-ni özümdə görürəmsə, bu da mənim, belə deyim, əl çatanlığımdır və hər zaman istəmişəm ki, hər yerdə iştirak edə bilim, əl çatanlığım olsun. 50% də mən müdirlərdə, şirkət rəhbərlərində görürəm. Çünki bir çox şirkət rəhbərləri öz nə istədiklərini bilmirlər. Müraciət edirlər, anlaşırıq, danışırıq, amma nəticədə insanların istədiyi ilə, insanların tələb etdiyi tam başqa bir amillər olur, tam başqa bir istəkləri olur, tam başqa bir tapşırıqlar olur ki, onlar çox əsəb verici, çox yorucu bir hallar baş verir ki, biz sağollaşmalı oluruq. Gənclər var ki, bu problemlə üzləşirlər və sonradan böyük bir əzab-əziyyətlər çəkirlər, həvəsdən düşürlər. Təsəvvür edin ki, böyük bir okeana açılmış bir gəncdir və müsahibəyə gedir və müsahibədə buna elə bir suallar verirlər ki, bu uşaq həvəslənərək işə başlamaq istəyir. İşdə gəlib görəndə o işləri şoka düşür. Şoka düşür ki, axı mənə bunu tələb etməmişlər, mənim müqaviləmdə bu yazılmayıb. Təbii ki, bu qanunsuzluqdur, təbii ki, bu haqsızlıqdır və bu uşaq növbəti işdən aralanmalı olur. Bu işdən aralanmalı olur, növbəti dəfədə yenə eyni halına rastlaşır. Qeyd edirəm ki, bu hal Azərbaycanda çox təkrarlanır. Baxın, insan resursları bilmir sahəni. Ona tapşırıq verilir ki, IT üzrə mütəxəssis tap və yaxud rəqəmsal mütəxəssis tap, rəqəmsal reklam üzrə, digital marketinq üzrə mütəxəssis tap. Bu adam axtarır, tapır. Gəlib tapşırığı verəndə bu insan bildirmir ki, başa düşmür axı, qrafik dizayner kimdir, sosial media mütəxəssisi kimdir, rəqəmsal marketoloq kimdir, adi marketoloq kimdir. Adi marketoloq ümumiyyətlə bütün layihəni idarə edə biləcək bir şəxsdir. Amma rəqəmsal marketoloq yalnız sosial şəbəkələri, sosial platformanı idarə edəcək bir şəxsdir. Qrafik dizayner qrafikanı, postları paylaşa biləcək bir şəxsdir. Onları düzəldə biləcək bir şəxsdir. Onlara tapşırığın verən isə sosial media meneceridir. O tapşırıqları verilməsə, qrafik dizayner nə düzəldəcəyini bilməyəcək, komanda şəklində işləmə qabiliyyəti olmayacaq. Bilirsiniz, bu tip hallar bizim cəmiyyəti, gənclərimizi korlayır. Komanda şəklində işləmə prinsipini azaldır. Uşaqlarda komanda şəklində işləmək qabiliyyəti azalır və onlar, belə deyim də, doğru dildə isə bədbəxt olurlar. Və yaxud məcburiyyət qarşısında bir neçə vakansiyanı, bir neçə peşəni idarə etməli olurlar və bu da gətirib həm işdə effektivliyə çıxardır, effektiv bir iş olur. Nəticədə, belə deyim, işə götürən və müdirlər yenə də dediyim kimi narazı qalırlar və eyni anda həmin uşağın özünü inkişaf etdirmə, həmin gəncin özünü inkişaf etdirmə qabiliyyəti aşağı düşür. Bunun zamanı qalmır. Çünki bu gedir həm illüstrator oxuyur, həm premyera oxuyur. Bu dəqiqə marketinq bazarında Azərbaycanda böyük faciə baş verir ki, bunun qarşısını ala bilmirlər. Normal iş tapmaq bir yana, normal iş götürmək bir yana, aldadanlar, həqiqətən də peşəkarların adına ləkə salanlar da bir yana. Yəni bu tip halların qarşısı alınması üçün mənə görə
sertifikatlaşdırma bir proses aparılmalıdır ki, sertifikatlaşdırılsın və qayda qanunla imtahan verən şəxslər yalnız reklam yəni hüququ qazansınlar, reklam vermə hüququ. Sizin həyatınızda ən çox yadda qalan işə qəbul prosesi, yəni ilk dəfə iş üçün müraciət edəndə hansı problemlə üzləşmisiniz? İş üçün deməzdim. Mən ümumiyyətlə hələ də evdə durur o dəftərim. Mənim müsahibə dəftərim var və bu bir dəftər deyil. Gənc yaşlarımdaydım, 23, 24 bu tip yaşlardaydım və hər sualı qeyd edirdim. Və o suala cavab vermədikdə mən çox məyus olmurdum. Evə gəlib o sual üzərində işləyirdim. O sualın cavabını tapırdım, oxuyurdum. Həmin o müsahibə dəftəri bilirsiniz mənə gələcəkdə nə qədər çox kömək oldu mənim işlərimdə. Çünki bir çox işə götürənlərin artıq eyni sual verdiyini, lakin dolayısıyla cavab istədiyini, eyni sualı 4-5 dəfə başqa cür təkrarladığını və s. amilləri qarşılaşdım ki, bu mənə işi növbəti illərdə daha tez qazanmağıma səbəb yaratdı. Lakin dediyimiz kimi bir dənə çətinliklə üzləşmişdim. Ömrümdə yalnız bir dəfə kursa yazılmışam müəllim yanına, IT-yə təzə başladığımda. Ondan sonra əldə etdiyim bütün uğurlarım öz şəxsi uğurlarımdır. Kanallardan, onlayn dərslərdən və yaxud və s. kitablardan. Müəllimim mənə belə bir söz demişdi. 8 nəfərin içində, təbii ki 8-ci mən idim. Mənə dedi ki, sən IT-şnik ola bilmərsən. Qızdan IT-şnik olmaz. Dedim, bəs birdən olsam? Dedi, işdə birdən olsan, gələrsən, alnıma tüpürərsən. Bu gender ayrılığını edən insan, cinsiyyət ayrılığını edən insan özü dindar bir adam idi. Özünün də 2 qız övladı var idi. O müəllim bəlkə də bu müsahibəni görsə, çox peşman olacaq və peşman olub da. O hələ də dərs deməkdədir. Amma mən illər sonra, hətta 1 il keçmədi, IT ekspert oldum. Məndən də güclü mütəxəssislər var. Mən özümü güclü hesab etmirəm. İnformasiya texnologiyaları böyük bir sahədir. Lakin bunu izah edə bilən bir şəxs, layihəni idarə edə biləcək bir şəxs, komandanı idarə edə biləcək bir şəxs ekspertdir. Əgər sən IT-nin hər hansı bir kiçik bir sahəsini bilmirsənsə, sən o layihəni idarə edə bilməzsən. Layihənin daxilində bir çox strukturlar var. Məsələn, bir layihəni götürürsən işləməyə, texniki tapşırığı yaza bilmirsən. Sən nətər rəhbərsən, sən texniki tapşırığı yaza bilmirsən. Və yaxud kodda yanlışlıq var, sən o kodu oxuya bilmirsən. Marketinq üzrə də ekspertlər olur. Səhvlər, auditlər olur, IT üzrə auditlər olur, marketinq üzrə auditlər olur, yoxlamalar olur. Qarşıma çıxdığı çox böyük, bərbad vəziyyətdə marketinq bazar platformaları olub ki, yeyintilər aşkarlamışam. 80 min, 50 min marketinq yeyintiləri ki, bunları mən üzərimə alıb şirkətə işə başlamamışam. Müdirlərin işi bilməməyi bu sahəyə gətirib çıxardır, bu vəziyyətə gətirib çıxardır ki, boşluqlar onları həm maddi itkiyə, həm insanları güvənsizliyə, həm sahənin güvənsizliyinə gətirib çıxardır. Ona görə bildirdiyim kimi az öncə. Bu məsələ sertifikatlaşdırılmalıdır. Mütəxəssislər yalnız sertifikat şəklində, sertifikatı dövlət tərəfindən verilmiş sertifikasiyanı keçdikdən sonra şirkətlərə və dövlət işlərinə qəbul olunmalıdır. Bu dəqiqə hər hansı bir dövlətin Instagram hesabı var, Facebook hesabı var, LinkedIn hesabı var. Təsəvvür edin ki, bunu idarə edən şəxs adi bir 100 manatlıq, 50 manatlıq kursu bitirən bir uşaqdır. Bu nətər bunu idarə edəcək? Söhbət böyük bir dövlət layihəsinin imicindən gedir. Bu adamın peşəkarlığı birbaşa olaraq yoxlanılaraq bu işə buraxılmalıdır. Bu şirkətlərə də aiddir. Şirkətlərin nüfuzu aşağı düşür. Baxırsan səhifəyə, səhifə çox gözəl idarə olunur, amma səhifəyə yazıldıqda səhifəyə tutalım da hər hansı bir vətəndaş giriş edib partlatmaq istəyir də, yəni belə deyə də loru dildə desək, sındırmaq istəyir səhifəni. Sındırır səhifəni, alınır bu bunda. Niyə alınmalıdır? Niyə mənim belə deyim, bir müdir olaraq qurduğum əzab-əziyyətlə işimin sonuncu bu olmalıdır? Mən orada belə bir tikinti şirkətidir. Mən orada tikinti ilə məşğulam. Tikinti işlərini görürəm. Mən sərbəstəm ki, mənim ofisimdə peşəkar bir mütəxəssis var. Lakin bu mütəxəssis, belə deyim, dırnaq arası 100 manatlıq kursu bitirən mütəxəssisdir. Və onun özündə də səhv var. Niyə? Maliyyə ayırmaq istəmirlər reklama. Peşəkar mütəxəssis axtarmırlar. Bunların axtardığı ucuz mütəxəssis olsun. Amma sertifikasiya keçirilsə və bu sertifikasiyadan hamı keçməsə, istər-istəməz bazarda maliyyə dəyəri artacaq bu belə mütəxəssislərin. Sertifikasiya mütəxəssisi artıq digər
mütəxəssislərdən fərqlənəcək və onun da maaşı ona layiq olacaq. Bir müəssisə ilə əməkdaşlıq etmək istədikdə elə bir hadisə baş verirmi ki, işi unudub tamam başqa söhbətlər edib? O qədər olub ki. O qədər olub ki. Bunu gizlətmirəm və mən heç vaxt görünüşümdən və yaxud mənim nəyimdənsə digər biliklərimdən kənar amillərdən istifadə edib işi qazanmamışam. Əsla. Bunu heç kəs deyə bilməz. Mən hər zaman biliklərimə güvənmişəm. Hətta dava belə etmişəm biliklərimə görə ki, mən deyən olmalıdır, mən deyən budur. Əgər mən deyən olmayacaqsa, onda məni niyə işə götürürsən və niyə mənə mütəxəssis adı verirsən? Ya mənə güvən və mənim biliklərimə güvən, ya da ki, mənə güvənmə və işə götürmə. Zamanı elə bir zamanədir ki, insanlar az xərclə çox iş gördürmək istəyir. Və eyni anda iki biliyə sahib olan mütəxəssisləri əl-əl axtarırlar, çıraq-çıraq axtarırlar. Lakin tapdıqda da belə deyim, əvəzini vermirlər. Nə istədiklərini bilmirlər, tam dəqiq fikirlərini izah edə bilmirlər. Həyatını yüngülləşdirmək üçün yaranan bir faktordur süni intellekt. Qrafikanı asanlaşdırır, amma yenə də insan müdaxiləsi lazım olur. Nəsə düzəltmək lazım olur, rakurs düz olmur, rəng çeşidi. Mətni yazırıq, prezentasiya hazırlayır səhvlərlə. Yəni bu hələ də təkmilləşməyib və təkmilləşməsi üçün illər lazımdır. Gələcəkdə hədəfləriniz varmı? Hədəflərim çoxdur. Ən birinci xəyallardır, daha sonra hədəflərə çevrilir və mən hər zaman o dəftərə boş-boşuna yazmıram. Yazdığım hər bir hədəfimi icra etməyə çalışıram və şükür Allaha ki, bugünə kimi hamısına çatmışam.